Salam. Bugünkü iddia Məhəmməd Nəbi öz gəlini ilə evləndi mi? Bilirsiniz ki, gəlin deyilərkən öz oğlunun xanımı nəzərdə tutulur. Və dəlil göstərilən də bu ayətdir. Ayəni oxuyum sizə. Qovulmuş şeytan Allaha sığınıram. Hani sən Allahın kendisine nimet verdiği, senin de kendisine nimet verdiğin kişiye eşini yanında tut ve Allah'tan sakın diyordun. İnsanlardan çekinerek Allah'ın açığa vuracağı şeyi kendi nefsinde saklı tutuyordun. Oysa Allah kendisinden çekinmene çok daha layıktır. Artık Zeyd ondan ilişkisini kesince biz onu seninle evlendirdik. Ki böylelikle evlatlıklarının kendilerinden ilişkilerini kestikleri zaman onlarla evlenme konusunda müminler üzerine bir güclük olmasın. Allah'ın emri yerine getirilmişti. Ayeden göründüğü üzere Məhəmməd Nəbi oğulluğunun boşadığı hanımıyla evlenip, hansı ki tarixi qaynaqlarda onun adının Zeynəb olduğu bilinir ve o Zeynəb da Məhəmmədin xalası qızıdır. Elə Zeynəblə tarixi qaynaqdır bunlar, Quranda yoxdur. Elə Zeydi evləndirən də elə Məhəmməd Nəbinin özüdür. Yəni əgər Zeynəbi almaq istəsəydi, məsəl üçün elə Zeydlə niyə evləndirirdi? Elə özü alardı. Məsələ yəni evlənərdi, nicahlayardı. Bax, buradakı məsələn başa düşməkdən ötəri bu surənin 4-cü ayəsinə getmək lazımdır. Allah qovulmuş şeytan Allah'sına, Allah bir adamın kendi boşluğu, göğüs boşluğu içinde iki kalp kılmadı. Ve kendilerini annelerinize benzeterek yemin konusu yaptığınız eşlerinizi sizin analarınız yapmadı. Evlatlıklarınız da sizin evlatlıklarınızı da sizin çocuklarınız saymadı. Bu sizin ağzınızla söylemenizdir. Allah ise hakkı söyler ve hakkı söyler, doğru yola yöneltip iletir. Bak bu aye evladlığı reddilir. Yani bu ayeye göre Kur'an-ı Kerim, Kur'an'daki İslamiyet, İslam'ın tek kaynağı olan Kur'an evlatlığı ne edir? Reddetmiş olur. Hazreti Məhəmməd evlatlığı, ki insanlar gidir evlatlığı, o evlatlığının boşanmış hanımıyla evlenir. Yani öz oğlunun gəliniyle evlenmemiştir. Kur'an evlatlığı nedir? Onların ağızlarının dediği sözdür. Yani evlatlığı yalan edir. Yani kabul etmir. Nisa suresinde demek 23. ayesinde Rabbimiz orada bu yani Məhəmməd Nəbi gəliniyle evlenip mi evlenmeyip mi? Bu ayeden o sualın cevabı verilmiştir. Sizlere qovulmuş şeytan Allah'sından, sizlere anneleriniz, kızlarınız, kız kardeşleriniz, halalarınız, teyzeleriniz yani bibileriniz, halalarınız, bibileriniz, sizedir analarınız, kızlarınız, yani bacılarınız, halalarınız, bibileriniz, kardeşlerinizin kızları, kız kardeşlerinizin yani bacılarınızın kızları, sizi emizdiren süt analarınız, süt bacılarınız, kadınlarınızın anaları ve kendileriyle cerdege girdiğiniz kadınlarınızdan olan olup koruyuculuğunuz altında bulunan övey kızlarınız, öcey kızlarınız, hansı ki analarıyla yakınlığınız var. Yani kadın kişi münasibetiniz var. Evlenmişsiniz yani yatağa girmişsiniz. Onlardan olan öcey kızları da. Onlarla eğer gerdege girmemişsenizse yani cinsel yakınlığınız yoksa size bir sakınca yoktur. Sizin sümbülünüzden olan oğullarınızın eşleri bak.
Yəni sizin öz oğullarınız, hansı ki siz evlənmisiniz, qadınla cinsel yaxınlıq eləmişsiniz, qadınınız sizə evlat dünyaya gətirib, o evlat da oğlandı, o gedib hansısa bir xanımla evlənib, onun evləndiyi xanım sizə deyir, nədir? Haramdır. Hani bə Məhəmməd Nəbi öz oğlunun xanımını almışdı. Yəni öz oğlunun öz gəlinin almışdı. Öz oğlunun, yəni arvadını almışdı. Hani bə? İki qız qardaş, yəni iki bacını birlikdə demək ki, iki bacı ilə birlikdə evlənmək də haram kılındı, haramdır. Ancaq keçmişdi, yəni bu hökm olana qədər olan olmuşdu. Ancaq keçmişdi, şübhəsiz Allah bağışlayandır, əsirgəyəndir. Yəni Allah övladlıq anlayışını rədd edir, evladlıq anlayışını qəbul etmir. Deyir, sizi deyir, bir ayədə sizə buradan demək Mücadilə surəsi 58-ci surə 2-ci ayəsində bir məsələ keçir. 2-ci ayəsi. Sizdən qadınlarına zihar bulunanlar, yəni analarına bənzədənlər, sizdən qadınlarına ziharda bulunanlar, zinhar edənlər onların anaları değildi. Yəni adam evləndiyi qadını öz anasına bənzədir və onunla yaxınlıq etmir. Anaları, onların anaları yalnızca kendilerini doğanlardır. Deyir, sizin deyir, siz qadınlarınızı deyir, analarınıza bənzədirsiniz. Ama deyir, sizin analarınız deyir, sizi doğanlardır. Yani necə ki bizi doğan qadınlar bizim analarımızdır, eləcə də bizdən əmələ Allahın bizdən yarattıqları bizim evlatlarımızdır və Quran bizim evlatlarımızın evləndiyi qadınlarla evlənməyi bizə haram edir və Quran evlatlıq anlayışını aradan qaldırır. Evlatlıq anlayışına yoxdur. Çünki bir ayədə də bu demək ki, bir ayədə də Allah deyir ki, onları öz ataların adları ilə, atalarını nisbət eləyərək çağırın. Eğer atalarını bilmirsinizsə, onlar sizin din qardaşlarınızdır. Yəni, açıq şəkildə Quran-ı Kərim övlatlıq anlayışını demək ki, aradan qaldır. Yəni, övlatlıq anlayışını qəbulləmir. Allah deyir, sizin atanız, ananız o kəslərdir ki, siz onlardan əmələ gəlmişsiniz. Sizin övladlarınız da o kəslərdir ki, onlar sizdən əmələ gəlib və sizdən əmələ gələnlərin qadınlarını almaq sizə haramdır. Zeyd isə Həzrəti Məhəmmədin özündən və xanımından dünyaya gələn bir insan deyil. O sadəcə cahiliyə dövründə Həzrəti Muhammed cahiliyənin qayda qanununa görə götürdüyü övladlığı idi. Övladlıq anlayışını isə İslam gələndən sonra, o Nəbi və Rəsul seçiləndən sonra bu oxuduğumuz ayətlərlə övladlıq anlayışı aradan qalxdığı üçün Zeydin boşadığı xanımı ilə bəli, Həzrəti Muhammed ailə həyatı qurmuşdu. Hansı ki, o xanım da Həzrəti Muhammedin nə idi? Xalası qızı idi. Əgər elə o Zeydin arvadına haşa göz tikmişdisə, elə niyə Zeydlə evləndirirdi? Elə özü Zeyddən qabaq evlənərdi. Zeyd Həzrəti Muhammeddən yaradılmayıbdır. Həzrəti Muhammeddən törənməmişdir. Ona görə də Quran-ı Kərimdə Kərimin o demək 33-cü surənin Əhzab surəsinin 37-ci ayəsindən Peyğəmbərimizə böyük bir iftira atılmışdır. Bunlar ateist və agnostiklər tərəfindəndir. Çox təəssüf olsun ki, biz filan kəsin aşiqiyik deyənlər, biz müsəlmanıq deyənlərin əksəriyyəti də bu insanlara doğru düzgün cavab verməkdən çəkinirlər və vermək də istəmirlər açığı. Və biz Quranın işığında bu suala, bu böhtanı aradan qaldıracaq və bu sualı cavablandırmağa səy göstərdik. Quran evladlıq anlayışını qəbul etməyir. Quran sizdən dünyaya gələnləri evlad qəbul edir, sizi dünyaya gətirənləri ana və ata qəbul
edir. Ona görə də Peyğəmbərimiz öz evladının gəlini, öz evladının xanımı ilə, yəni gəlini ilə evlənməmişdir. Allahdan qorxun, bu Allahın Rəsuluna və Nəbisinə atılan böyük böhtandır. Allaha əmanət olun. Əssalamu əleykum.